7. dərs. Урок 7. Salam Xuraman. Mən yeni mənzilinizi təbrik etməyə gəlmişəm. Здравствуй, Xuraman. Я пришел поздравить вас с новосельем. Salam, güllər üçün sağ ol. Buyur, keç içəri. Təzə mənzilimizə baxmaq istəyirsənmi? Valideynlərin mənzili artıq bəzəyiblər. Здравствуй, спасибо за цветы. Проходи, пожалуйста. Хочешь посмотреть новую квартиру? Мои родители уже успели обставить ее. Əlbəttə istəyirəm. Göstər, neçə otağınız var? Конечно, хочу. Показывай. Сколько у вас комнат? 4 otağımız, mətbəx, hamam otağı, 2 böyük balkon. Mən böyük məmnuniyyətlə mənzilimizi sənə göstərərəm. 4 комнаты, кухня, ванная, 2 больших балкона. Я с большим удовольствием покажу тебе свою квартиру. Nə böyük dəhliziniz var. А какая у вас большая прихожая? Bəli, görürsən, anam burada telefon üçün balaca masa, kreslo qoyub, iri güzgü asıb. Burada isə üst paltarlar üçün balaca şkaf var. Да, видишь, мама поставила столик для телефона, кресло повесила, большое зеркало. А здесь у нас небольшой шкаф для верхней одежды. Bəs bu qonaq otağıdır. А это комната гостиная? Bəli, bu otaqlardan ən böyüyüdür. Burada biz qonaq qəbul edirik. Axşamlar isə ailəliklə şam edirik. Televizora baxırıq, söhbət edirik. Да, это самая большая из комнат. Здесь мы принимаем гостей. А по вечерам всей семьей ужинаем, смотрим телевизор, беседуем. Bəs sənin otağın hansıdır? А где твоя комната? Budur, atamın kabinetinin yanında. Görürsən, burada necə rahat mebel, böyük yazı masası və nə qədər kitab var. Çox vaxt atam gecənin yarısına qədər burada işləyir. Sən ki bilirsən, o jurnalistdir. Вот она, рядом с кабинетом отца. Видишь, какая здесь удобная мебель? Большой письменный стол и сколько книг. Часто до поздней ночи отец работает здесь. Ты же знаешь, он журналист. Sənin otağın ən işıqlı otaqdır. Твоя комната, пожалуй, самая светлая. Həm də anam pəncərələrdən açıq rəngli pərdə asıb. Onlar otağa yaraşıq verir və çarpayının üstündəki örtüyə uyğun gəlir. И еще мама повесила на окнах легкие светлые гардины. Они придают комнате нарядный вид и гармонируют с покрывалом на кровати. Bu maqnitofonu mən səndə görməmişəm. Этот магнитофон я у тебя не видел. Təzədir. Onu mənə Vaqif əmi dərs ilini əla qiymətlərlə bitirdiyim üçün bağışlayıb. Bu isə valideynlərimin yataq otağıdır. Он новый. Его мне подарил дядя Вагиф за то, что я окончила год с отличными оценками. А это спальня моих родителей. Burada nə gözəl mebel var. Какая здесь красивая mebel. Sizin mətbəxiniz böyük deyil, ancaq çox rahatdır. У вас небольшая, но очень уютная кухня. Biz burada səhər və günorta yeməyini yeyirik. Həmişə də isti və soyuq suyumuz olur. Здесь мы завтракаем и обедаем. У нас всегда есть горячая и холодная вода. Burada balkonda isə anan yəqin ki, kiçik bağ salmaq istəyib. А здесь на балконе, видимо, твоя мама решила устроить небольшой сад. Bəli, görürsən burada dibşəklərdə nə qədər gül var? Mən ona söz vermişəm ki, dibşəklər üçün qəşəng rəflər düzəldəcəm. Да, видишь, сколько здесь цветов в горшках? Я обещала ей прибить красивые полки для них. Yaxşı hava olanda sən balkonda səhər gimnastikası edə bilərsən. В хорошую погоду на балконе ты сможешь сделать утреннюю гимнастику. Bəli, mən belə də edirəm. Да, я так и делаю. Xuraman, sizin çox yaxşı mənziliniz var. Geniş, rahat, sağlığınıza qismət olsun. Xuraman, у вас очень хорошая квартира. Просторная, уютная. Живите на здоровье. Mənim isə Rauduqa silsiləsindən olan verilişlərdən xoşum gəlir.
Suriya televiziyasının hazırladığı veriliş isə mənim xüsusilə xoşuma gəldi. А мне нравится передача цикла «Радуга». И мне особенно понравилась передача, подготовленная сирийским телевидением. Bəli, mənim də o veriliş yadımdadır. Bu verilişdə toy mərasimi hərtərəfli əks olunmuşdur. Я тоже помню ее. В ней подробно была изображена свадебная церемония. Hər hansı bir xalqın folkloru çox maraqlıdır. Ancaq şərq xalqlarının incəsənətinin xüsusiyyətləri hamını məftun edir. Фольклор любого народа очень интересен, но своеобразие искусства восточных народов пленяет всех. Sən haqlısan, İmran. Həzin ərəb mahnıları necə də gözəl və təsirlidir. Təranələri zövqü oxşayır. Ərəb dilini bilməsəm də, mahnının sözlərini elə bil ki, başa düşürəm. Ты прав, Имран. Как красивы и трогательны арабские песни. Мелодия ласкает слух, а слова песен кажутся понятными, хотя я и не знаю арабского языка. Bütün mahnılar məhəbbətə həsr olunub. Ona görə də tərcüməsiz başa düşülür. Все песни посвящены любви, потому они и понятны без перевода. 8.